sorunun məncə birdən çox cavabı ola bilər və buna görə də məncə tək bir səbəb ilə bu geniş etirazların səbəbini anlamaq çox çətindir. Bu etirazların səbəbi və qaynağı yalnızca Jina Əmrinin qətlimi, yoxsa hicab məsələsimi, qadın haqlarımı, yoxsa siyasal İslamın oluşturduğu bu vəziyyətmi? Bunu bilmək biraz yəni asan deyil, çox çətindir məncə. Foucault və ya Albert Camus'un bilmirəm, tam xatırlayamıram, dediyi çox önəmli bir cümlə var. O da budur ki, man in revolt is inexplicable. Yəni inqilaba qalxmış bir insan anladılmazdır və ya onu tərif etmək təqribən imkansızdır. Yəni formalizə edə bilməzsiniz. 2+2 4 edər və buna görə çıxmışdır eşiyə deyə bilmərik çox rahatlıqla. Sosial bilimlərdə ictimai hərəkətlər və ya inqilabların səbəbini açıqlamaya çalışan bir sürü bilirsən ki, teori və fərziyyələr var. Məsələn, Skottsbol inqilabları açıqlamaya çalışırkən dövlətin necə fərqli səbəblərdən dolayı qırıldığını, aradan getdiyini açıqlayır. Biz bilirik ki, Skottsbol o məşhur Social Revolution ictimai inqilablar kitabını yazdığından həmən sonra 1979 İran inqilabı baş verir. Və bir neçə il sonra Skottsbol hamıya sunduğu o nəzəriyyələri bir də gözdən keçirmək məcburiyyətində qalır. Yəni iqtisadi, siyasi səbəblərin yanına o karizmatik lider faktoru və ya ideolojinin də önəmini izafə eləməyə məcbur qalır. Skottsbol inqilablar, ictimai hərəkətlər əslində qiyasi siyasət dalında çox böyük bir isimdir, amma görünür ki, lap elə o böyük isimlər belə siyasi və sosial olayları formalizə etməkdə çox çətinlik çəkirlər və bəzi vaxtlar hətta fikirlərini dəyişdirmək zorunda qalırlar. Mən bu soruya cavab vermək üçün səninlə bir şəkil paylaşmışdım. Mümkün olsa onu paylaşırsan ki, onun üstündən ondan yardım alıb bu soruya cavab verməyə çalışaq. 1979, yəni 1357 illərində İran inqilabı şəkilləri arşivindəki bu şəkil baxaq nə mənəni göstərir. Məncə bu şəkil tam da sənin sorduğun etiraz və inqilabın səbəblərini simvolik də olsa açıqlayır. Çünki şəkildə etiraz və inqilab sırasında olan o bəlirsizlik tamamilə gözə dəyir. Yəni onun önünə və arxasına baxmayaraq hərəkət edən bir insan var burada. Hərəkət edərkən ayaqları göydə və bir sonrakı və bir öncəki hətta addımının nə olduğunu, nə olacağını bilməyən bir insan və sanki buludlar üstündə yeriyən bir insanı görürük. İnqilablar və etirazlar məncə elə bu şəkildə olan insan və onun addımları qədər bəlirsiz və kompleks bir konudur. Bu bəlirsizliyi əgər gözə alsaq, çox intizai və genel bir açıqlama vermək istəyirəm ki, bu sorunu təqribən cavablaya biləm. Bu soruya cavab verərkən sosial bilimlərdə və iqtisadda işlənilən fürsətlərin xərci və ya fürsətlərin maliyyəti, opportunity cost dediyimiz iqtisadi və sosial bilim konseptindən istifadə eləməyə çalışıram. Bu opportunity cost və ya siyasi fürsət xərci dediyimiz konsept bir işi görmək üçün o işə xərclədiyimiz həzinələri nəzərdə alır. Məsələn, bugün mənim Türkanla müsahibə eləməmin xərci gedib özümə çay dəmləməm ola bilər və ya bu vaxtı ki, səndən əlan qoymuşam, eləyə bilirəm, gedəm kitab oxuyam, məqalə oxuyam və bugün etiraza çıxmış insanları da əgər rasional, məntiqi insanlar olaraq nəzərdə alsaq, bəs bu insanları nə məcbur edir ki, bu gələcəkdəki %1 ehtimal və dəyişiklik ümidi üçün öz canlarını əllərinə alıb güllə və tüfəngin qabağına çıxarlar. Soruya belə baxdığımızda belə başa düşmək olur ki, əgər %1 dəyişiklik üçün başqa mədəni etiraz və demokrasi yolu açıq olsaydı, məncə bu insanlar məntiqi olaraq heç bir zaman canlarını bu cür xətərə salıb eşiyə çıxmazdılar. Yəni inqilabın əvvəlindən dəyişiklik üçün İran-İraq savaşını gözləyib o Rəfsəncaninin sazəndəci dövlətinə inanırlar, amma sonra umudları divara dəyir. Əzilmiş qadınlar, etnik qruplar xatəminin hamı üçün İran və ya İran bərayə həmi İraniyən şüarına inanıb ümidləri divara dəyir. Bir neçə ildən sonra Əhmədinəcadın ədalət ictimai və ya sosial ədalət şüarını eşidib umudlanırlar. Görürük ki, umudları divara dəyir. Musəvi və islahatın hərəkətinə aldanıb seçimlərdə sandıqlara müdaxilə edən hakimiyyəti gördükdən sonra umudları divara dəyir. Ruhaninin özünü son çıxış yolu olaraq görüb
bir daha imtahan eləmək istədiklərində isə yenə ümidləri yerlə bir olur. Hər bir umudun yoxa çıxmasında da görürük ki, fərqli etirazlar və ictimai hərəkətlər yaranır. Niyə ki, çıxış yolları qapanılır hər umudun duvara dəyməsində, bombəstə dəyməsində. Umudların hamısının tükəndiyi yerdə isə bu gün görürük ki, etirazlar tüm ölkənin hər yanında başlayıb və davam edir. Yəni artıq toplumun böyük bir qismində heç bir çıxış yolu qalmadığı üçün etirazlara qatılanların siyasi sayısı çoxdur məncə. Yəni məncə bu etirazların ən böyük səbəbi də bu dəyişiklik üçün bu günə qədər olan tüm yolların bağlanmasıdır. Və başqa yol olmadığı üçün də bu insanlar o %1 dəyişiklik umudunu canlarının və həyatlarını xətərə atmağa tərcih edirlər məncə. Gözəl sorudur, amma bayaqki şəkildə gördüyümüz kimi məncə inqilablar çox bəlirsizdir. Yəni necə ki səbəbi çox bəlirsizdir, çətin başa düşürük səbəbi. Gələcəyi də və nə olacağı da çox çətin anlaşılır. Necə ki 1979 inqilabında xiyabanlarda olan insanlar bu gün vəziyyətin inqilabdan sonra belə olacağını xəyal belə edə bilməzdilər. Yəni bu etirazların sonu nə olacaq onu çox çətin bilirik. Amma hamıya açıq və aşkar bəlirli olan bir şey var ki, siyasi bir dəvrim, inqilab və ya dəyişiklik baş verməsə belə, İranda artıq ictimai bir inqilab baş veribdir. Yəni artıq gənclər dövlət aparatusundan, o dövlətin maaşından, sərkub maaşından qorxmayacaqlar bundan sonra. Hicab məsələsi tabu olaraq qalmayacaq. Qadınlar öz haqlarını və güclərini anlayıb boyunduruq altında qalmayacaqlar. Gənc nəsil artıq qorxaq böyüməyəcək. Bilməm, baskıcı, mühafizəkar ailə yapısının baskıları cavab verməyəcək və dövlət məşruiyyətini tamamilə əldən verəcək. Yəni artıq bir öncəki dövrlərdə olduğu kimi elədiyi barmaqla sayıla bilən siyasətlərini belə icra eləyə bilməyəcək. Niyə ki, heç kim dövləti artıq məşru görməyəcək, yəni qulaq asmayacaq. Onun üçün millət və dövlət arasında böyük bir ayrılıq olacaq. Yəni siyasi bir devrim olmasa da, siyasi struktur Cümhuriyyət İslamı dəyişməsə belə, ictimai bir dəyişikliyi kəsinliklə burada görürük. Yəni bunu anlaya bilirik hətta. İnqilablar düzdür, kompleksdirlər və bunu anlaya bilirik. Opozisyon olaraq tam nəyə qəsd etdiyini başa düşmürəm, amma zorkalıq və zor üçün qalxmış bir millət yenə də zor və diktatorluq formlarına yerləşməyəcək məncə. Yəni çox çətin olar ki, həmən diktatorluğa bu millətləri bir də yerləşdirir. Görürük ki, bugünkü opozisiyonlar bəlli şəxsin xandanına davam edən insanlar və ya mücahidlər, fərqli kəsimlər murtəci və geri qalmış söyləmlərlə bu etirazlarda bir opozisyon olurlar, olmaya çalışırlar. Bəli, mənim şəxsi düşüncəmə görə ayağa qalxmış bu millət heç də geriyə qayıtmaq istəmir. Bu mənim şəxsi düşüncəmdir və bunu əgər gözə alsaq, istəkləri gözə alsaq, bu gün xiyabandakı istəkləri, şüarları gözə alsaq, təqribən deyə bilirik ki, opozisyondan umud gözləmək biraz çətindir. Yəni opozisiyonu ki, mainstreamdir, yəni qabaqdadır, dominantıdır. Təqribən ondan çox böyük bir umud gözləmək olmaz. Niyə ki, xas minor, qısa çıxılı bir elit kəsimdir ki, çox da məncə istəkləri reflektli olmur İranın içində. Milli hərəkət deyəndə bu da çox intizai bir qonu halına gəlib. Yəni çox fərqli mənalara gəlir. Amma bilirik ki, məsələn, Azərbaycan türkləri başqa şəhərlər və məntəqələrə qiyasən çox böyük bir baskı altındadırlar. Yəni Azərbaycandakı vəziyyətin o kompleksliyinə baxmayaraq millət yenə də qorxusuzca çıxıb öz etirazlarını fərqli yerlərdə eləyib və azadlıq, ədalət, milli hökumət kimin istəklərini dilə gətirib. Milli məsələ dediyimiz məsələ isə bu gün məncə çox önəmli məsələlərdən biridir. Əgər bu gün insanlar hərəkətlərində milli hökumət kimin bir istəkləri varsa, bir kimlik arayışındadırlarsa və bu kimliyi dil, etnik, milli hüviyyət üzərindən qurmaya çalışırlarsa, deməli milli məsələ də Azərbaycandakı bu gedən olayların ən dinamik faktorlarından biridir. Bu hərəkətin tanınmış isimlərinə
düşən görəv isə əgər, hala bunu sən soruşmadın, amma mən istəyirəm bu qonuya da toxunam. Tanınmış isimlərə düşən görəv və bizlərə, yəni milli hərəkat əgər bu intizai qavramı biraz somutlaşdırsaq, məncə bizlərə, yəni biz xaricədə olan, yəni nisbi azadlığa sahib olan, imkanlara sahib olan insanlara düşən görəv isə qabaqca işlədilən o nobran, qaba dili bir qırağa qoyub, daha qucaqlayıcı və fərqli kəsimlərə xitab eləyə biləcək bir dil seçməkdir. Niyə ki, hər nə dildən başlayır. Mən belə inanıram ki, hər nə dildən başlayır. Əgər bu günə qədər milli hərəkat söyləmində qadın haqları, cinsi azlıqlar, yeni nəsil eydizm, seksizm və nobran bir dillə özgələşib marjinal bir hala gəlibdirsə, bu hərəkətdə yer almamışdırsa, o zaman bu gündən etibarən başlayıb fərqli dil, fərqli bəsic olma, mobilization və ya bir araya gəlmə formları, fərqli təşkilatlanma və ən önəmlisi yeni bir söyləmlə ortaya çıxmalıyıq məncə. Yəni 85 ilin etirazlarını xatırlayın. 85 ili və etirazları 15 il bundan qabağın etirazlarıdır. O zaman xiyabanlarda etiraz edən insanlar bu gün 15 il qocalıblar. Yəni gələn nəslə 15 il bundan öncənin söyləmi və dili xitab etmirsə, deməli bu hərəkatın güncəllənmə və daha dinamik olma zamanı gəlmiş. Bunun üçün də gec olduğunu da düşünmürəm. Düzdür, biraz gec qalmış ola bilər, amma gec olduğunu düşünmürəm. Sabah deyib bu dəyişiklikləri başlatmaq üçün gözləməməliyik. Mən inanıram ki, bugünkü deyirik, bu gün sabahın dünənidir. Yəni bu gün sabahın dünənidir. Yəni elə bu gün əlimizdən gəldiyi qədər bu dəyişikliklər və yeni nəslə, yeni istəklərlə bundan sonrakı olaylara yeni söyləm üretərək çıxmalıyıq, çıxış etməliyik və yeni təşkilatlanmalar, yeni güncəllənmiş bir söyləmlə bu hərəkətə yardımcı olmalıyıq. Niyə ki, bizim xaricədə nisbi bir azadlıq, rifahımız var və məncə bu nisbi azadlığa da bu səbəb olur ki, bir məsuliyyət ola boynumuzda və borclu olaq o içəridəki xəzinə verən insanlara və onların səsi olaq. Və o səsi də məncə yeni bir dil, yeni bir qapsayıcı, qucaqlayıcı bir dillə eləyə bilərik.